Ümid hava kimidir. Onu heç nə əvəz etməz. Olmasa, ölərsən. Ümid ən çətin anlarda səni rüsvayçılıqdan qurtarır. Çünki yazılır. Rəbbə ümid bağlayanlar utanmasınlar. Ümid Rəbbin baxışını sənə tərəf çevirər. Rəbbin gözü onun məhəbbətinə ümid bağlayanlara baxar, deyə yazılıb. Ümid səni varis edər. Yazılıb. Rəbbə ümid bağlayanlar ölkəni mülk alacaqlar. Ümid Rəbbin adını bəyan etməkdir. Yazılır. Möminlərin qarşısında gözəl adına ümid bağlayıram. Ümid izzətin özüdür. Yazılır. Mənsə sənə ümid bağlayacağam. Həm oxuduqca, həm oxuyacağam. Ümid Rəbbin hökmlərinə tabe olub iradəsini qəbul etməyin ən gözəl yoludur. Çünki belə yazılıb. Qoy həqiqət kəlamı dilimdən düşməsin. Sənin hökmlərinə ümid bağlamışam. Deməli, ümid həm də həqiqəti bəyan etmək, Allahın qərarı nə olursa olsun razılaşmaqdır. Çünki Allah deyir, sizin haqqınızda olan fikirlərimi özüm bilirəm. Sizin salamatlığınız haqqında düşünürəm ki, sizə ümidli bir gələcək verim. Bəli, ümid etmək, ümidli bir gələcəyə çatmaq üçün ən gözəl yoldur. Cəsarətli ol, ümid et. Rəbb səninlədir.